Həmin epizodlarda çox maraqlıdır ki, ümumiyyətlə VAR-a getmədi hakim, VAR çağırmadı, özü getmədi. Yəni iki mübahisəli Belə epizodda hesab necə ola bilər ki, VAR-a baxılmaz? Sən o oyunda açıq-aşkar penaltini vermirlərsə, sənin oyunda başına hər şey gələ bilər və məğlub olmağın, böyük hesabla məğlub olmağın çox normal. Penaltiləri versəydi, bu gün kimsə deyə bilməzdi ki, səhv etdi. İkisini də verməli idi. Yəni açıq-aşkar həm birinci epizodda heç futbolçunun orada ümumiyyətlə özünü yıxmaq, penalti qazanmaq, adam qol vurmaq istəyir. Qol vurmaq üçün hər şey eləyir, çalışır. Arxadan kimsə çıxır bunun üstünə və məlum epizod. O bir epizodda da açıq-aşkar əl idi və bunu da vermir. İki penaltini vermirlərsə, sən hansı futboldan Niyə çıxasan meydana? Sən hansı futboldan danışa bilərsən? Və Zirəyə qarşı ümumiyyətlə çox olur mövsüm ərzində və bu pik idi. Bu mövsüm bəlkə də az olub. Yəni bu mövsüm 2-3 dəfə Bu mövsüm hər klubun payına 1-2 səhv düşür. Zirə üçün biraz keyfiyyətli sayılır. AFA Hakimlər Komitəsinin sədri əvvəl Blecher, indi isə digər onu əvəzləyən şəxs hər dəfə çıxır deyir ki, çox mənasız bir şeydir. bəli, səhv etdik. Valla bundansa heç ona etiraf eləmə. O UEFA-da, başqa qurumlarda olduğu kimi müdafiə eləsin. Onsuz da 1000 dənə, milyon dənə qayda var. Desin ki, orada penalti yoxdur. Yəni bunu desə daha hörmətli olar. Gün hakimliyin səviyyəsi öz dili ilə deyir ki, bizdə hakimliyin səviyyəsi çox aşağıdır. Premyer Liqa keçirməyə əl vermir. Yəni medianı biraz sakitləşdirmək üçün komanda birbaşa bir mövsümlük yatırımlar, əziyyət, bir dənə hakimin VAR-a getməməsinə görə mediada Zirəni günahlandıracaq ki, bacarmadınız, gedə bilmədiniz.